Salam əziz abituriyentlər. Videolarımızın belə deyək, dinləməsi yox idi, amma artıq etalon cavablar çıxdı. Çıxmasına baxmayaraq izahını verəcəm, bunu necə yazmaq lazım idi. Ona görə gəlin ilk öncə dinləməmizi dinləyək, daha sonra düzgün cavabları qeyd edib və etalon cavablara birlikdə baxaq. Oprah Winfrey is a famous American talk show host, actress, philanthropist, and businesswoman. Oprah's journey from struggles to success is an inspiration to many. She represents how hard work and determination can take you to the highest point. Oprah was born in 1954 in Mississippi to a single teenage mother. She had a difficult childhood, facing poverty and abuse. Despite her struggles, Oprah was a bright student. When she was 17, she earned a full scholarship to Tennessee State University. She is best known for her talk show, The Oprah Winfrey Show. The show ran for 25 years and was the highest-rated talk show in the USA. During her show, Oprah interviewed some of the biggest celebrities, politicians, and public figures in the world. She also covered important topics such as discrimination, poverty, and violence. She has been listed as one of the most influential people in the world by Time magazine. Oprah has also established the Oprah Winfrey Leadership Academy for Girls in South Africa, providing young women with education and resources. Okay, burada dinləmədə qeyd etdik ki, nədən danışırdı? Amerikanın məşhur, belə deyək, talk showsundan danışırdı. Gəlin burada düzgün cavablara baxaq. Oprah Winfrey nələr etmişdir? Ona baxaq. Has established the Leadership Academy for Celebrities and Politicians. Burada deyir ki, liderlik akademiyası deyir, yaratmışdır. Nə haqda? Politika və celebration haqqında. Earned a full scholarship to Tennessee State University. Bütöv bir təqaüddir proqram qazanmışdı Tennessee State Universitetinə. Has been listed as one of the most influential people in the world. Dünyanın ən ilham verici insan siyahısına keçmişdir. And is best known for her roles in number of movies. Bir sıra deyir kinolarda, filmlərdəki rolundan danışırdı. Burada doğru cavabları istədiyinə görə biz burada gördük ki, o universitetə daxil olmuşdur və təqaüd əldə etmişdir. Bu doğruydu. Və növbəti doğrumuz isə has listed dünya ən ilham verən belə də insanlar siyahısına qatılmışdı. Bunu orada deyirdi. Ona görə bizim variantımızda qeyd edim ki, B variantıdır. Ona uyğun cavabları deyirəm. Y variantı doğrudur. Növbəti tapşırığımız isə mətnin deyir, uyğun doğru cavabımıza baxırıq ki, nədən ibarətdir? Nə deyir burada da? Yenə baxırıq ki, Orphan's journey from struggle to success is an inspiration to many. Orphanın deyir, nəyim? Həyatında bilirik ki, o çətinliklərlə uğur qazanaraq uğurlu bir insan kimi digərlərinə ilham vermişdir. Oprah'nın mübarizələrlə uğura gedən yolu bir çoxlarına ilham vermişdir. Burada elə bu var idi deyə A variantı doğru cavabımızdır. B variantında Orphan's show was the highest rated talk show in the world. Orphan'ın şousu dünyanın ən yüksək reytingli talk showsu idi. Burada dünyada getmirdi onun talk showsu. O yalnız Amerikada birinci yerdə idi. C variantında Orphan's talk show ran for 25 months. Orphan'ın talk showsu 25 ay davam etdi. Xeyr, bu məşhur davam edirdi. D variantında Orphan was born in 1954 in South Africa. 1954-cü ildə South Afrikada doğulmuşdur. Xeyr, burada ildə yanlışlıq var idi. Sonra Orphan had a brilliant childhood despite facing abuse. Burada baxın, belə deyim. Bəzən biz deyirik ki, 6-cı sualın, baxın bu sualın cavabı çox vaxt belə deyim.
digər sualların içərisindən tapmaq olur. Amma orada onun sırf qarşılığın deyilmir. Burada sadəcə onun uşaqlığından söhbət gedir. Orada şagird olduğundan, yəni şagird vaxtı da bright, parlaq şagird olduğundan söhbət gedirdi. Yəni təxmini oxşadıb tapmaq ola bilərdi, yəni belə deyək. Brilliant yox, bright yazmaq daha doğru idi. Amma təxmini sinonimi ilə tapmaq olardı. Orada Nədir Ofranın zorakılığa məruz qalmasına baxmayaraq uşaqlığı parlaq keçib. Artıq cavabımızı tapmışıq. Növbəti sualımız isə bizim mətnin ad qoymaqla bağlıdır. Ümumi mətndə adından söhbət gedir burada. Mətni tam dinləyib, həmişə də demişik ki, mətnin adını elə nə vaxt tapmaq olur? Ən ilk belə də dinləmənin ilk hissələrində və sonluğa doğru da onları bir-biri ilə uyğunlaşdırıb tapmaq olar. Birinci A variantında məsəl üçün ingilisini oxumayım, elə birbaşa demdir. Time jurnalının sadaladığı vacib mövzular. Xeyr. Providing young women with education, gənc qadınların təhsil vermək. A successful American TV talk show host, ağırlı Amerika televiziya talk showsunun aparıcısı. ABŞ-ın ən məşhur ictimai xadimləri, məsələn D variantında. O E variantında deyir ki, Orphan Winfrey'in çətin uşaqlıq illəri. Burada bir çoxundan danışmışdı, amma əsasən kimdən söhbət gedirdi? Amerikanın ən məşhur uğurlu teleaparçısından söhbət gedirdi. C variantı daha uyğun. Növbəti 4-cü tapşırığımızda isə bizə nə də verir? Which important topics were covered in the Orphan Winfrey show? Orphanın deyir, şousunun ən mühüm mövzuları deyir. Nə əhatə edirdi? Hansı mövzuları əhatə edirdi? Burada əsasən biz orada ayrı seçkiliyi vardı. Məsələn, discrimination, poverty and violence, şiddət. Baxaq, burada yazaq. Buna yazacağım sizin, amma oxunuşunda ola bilər problemlər oldu. Poverty. Bəzən şagirdlər sual verir ki, müəllim, burada W yazmışam və yaxud belə deyim. Burada bilirik ki, açıq suallar 5.7-dir, balımız çoxdur. Ola bilər ki, həmin belə deyək, bir hərf səhvi güzəşt oluna bilər də, amma bəzən olmaya da bilər. Bunu belə deyək, bizim deməyimiz tam dəqiq deyil. Növbəti tapşırığımızda da Orphan Verify presents how hard work and determination can. Burada da cümlə tamamlamalıdır. Həmin fikri orada bizdə eşidirdik. Deyir ki, Orphan Verify zəhmətkeşlik və qətiyyətin necə inkişaf edə biləcəyini təmsil edir. Neyini? Take you to the highest point. Belə olacaq. Take you to the, burada bəziləri artikellarda yazmayıb. Məsələn üçün, to the highest point. Okay, bu cavablarımızın doğru olma, əsl doğru variantları bunlardır. İndi isə gəlin həmin bu tapşırığı etalonlar üzərindən daha dəqiq izahına baxaq ki, bəli, görək necə götürüblər bunu. Və digər belə deyək, açıq sualların da cavabını etalonlardan izləyək ki, hansı cür yazanlar daha tam bütöv bal almaq ehtimalı daha güclüdür. Növbəti belə deyək, cavablara baxacağıq buradan. İstəyirsiniz burada tam mətni sizin üçün tərcümə edim. Daha sonra etalonlara birgə baxaq. Bölmə oxuyub tərcümə etməyə çalışacağım siz üçün. Növbəti birinci bölməmizdə nədən söhbət gedir? Gəlin ona birlikdə baxaq. Orphan Verify is a famous American talk show host, actress, philanthropist and businesswoman. Orphan Verify məşhur Amerika talk showunun aparıcısı, aktrisa və xeyriyyəçi bir qadındır. Bax, bu söz xeyriyyəçi deməkdir. Okay, Orphan's journey from struggles to success is an inspiration to many. Orphanın mübarizələrdən uğura gedən yolu bir çoxları üçün ilham mənbəyidir.
She represents how hard work and determination can take you to the highest point. O deyir, zəhmətkeşliyin və qətiyyətin insana ən yüksək nöqtəyə necə apara biləcəyini təmsil edir. Baxın, burada həmin bu cümlənin bu hissəsi bizim açıq sualımızın cavabı idi. Orphan was born in 1954 in Mississippi to a single teenage mother. Orphan deyir, 1954-cü ildə Mississippi'də subay, nədir? Yeniyetmə ananın ailəsində anadan olmuşdur. She had a difficult childhood facing poverty and abuse. Onun çətin bir uşaqlığı, yoxsulluq və zorakılıqla üzləşmişdir. Despite her struggles, Orphan was a bright student. Baxın, cavabımızın biri də bu idi. Onun çətin bir uşaqlığı, yoxsulluq içində üzləşmişdir. Çətinliklərə baxmayaraq, Orphan ağıllı bir tələbə idi. Yəni, parlaq bir tələbə idi də kimi tərcümə olunur. When she was 17, she earned a full scholarship Tennessee State University. 17 yaşında üçün Tennessee Dövlət Universitetində tam təqaüd qazanmışdı. Bəli, bax, cavabımızın biri də elə burada verilib. Növbəti tapşırığımızı ikinci bölməsində izah eləyək. Nə deyir? She is best known for her talk shows, The Orphan Winfrey Show. O deyir, ən çox Orphan Winfrey Show adıyla nədir? Tanınır. The show ran for 25 years and was the highest rated talk show in the USA. Show 25 il davam etdi və ABŞ-da ən yüksək reytingli talk show oldu. And bunu bilirsən, orada biz cavabımızda var idi, amma biz onu desə səhv götürdük. Bir dəqiqə onu baxarıq indi. And during her show, Orphan interviewed some of the biggest celebrities, politicians and public figures in the world. Şou zamanı Orphan dünyanın ən böyük məşhur, ən çox tanınmış məşhur siyasətçilər, ictimai xadimlərin bəziləri ilə müsahibələr aparırdı. And she also covered important topics such as discrimination, poverty and violence. O həmçinin ayrı seçkilik, yoxsulluq və zorakılıq kimi vacib mövzularda da proqramını təşkil edirdi. Cavabımızın biri də baxın o idi. Növbəti hissədə isə she has been listed as one of the most influential people in the world. Baxın, by Time Magazine. O deyir, maqazin jurnalının, Time jurnalının tərəfindən dünyanın ən nüfuzlu insanlarından biri kimi səhiyyə alınıb. Orphan has also established the Orphan Winfrey Leadership Academy focus in South Africa, providing young women with education and research. Orphan deyir, həm də neyinibdir? Afrikada qızlar üçün Orphan Winfrey Liderlik Akademiyası təsis edərək gənc qadınların təhsil resurslarını təqdim edib, deyir. Təmin edib. Baxın, bizim elə dinləməmiz bundan ibarətdir və burada isə tam doğru cavabların hansı olduğunu göstərir. Birlikdə baxaq. Nə deyir? Biz bayaqları belə deyək, bir variantına baxırdıq. Burada isə ümumi variantların izahına baxacağıq. Nə deyir burada? Birinci mətninə ad verib və mətnin adını biz seçmişdik hansı? Belə deyək, Important Talk Last by TV Magazine və yaxud The Most Famous Public in the USA C variantını seçmişdik biz. Bəli, burada elə aşağıda da onu izah edir ki, bu belə deyil, uğurlu Amerika televiziya verişi aparıcısı haqqındadır. Bu səbəbdən də tezin doğru cavabı, bax bu cavab olmalıydı. Növbəti tapşırıqda isə doğru cavabları seçirdik. Ona isə digər tərəfdən baxaq ki, niyə onu seçib. Burada izah eləyir ki, hansı cavabımız daha doğrudur. Burada da qeyd edir ki, South Afrikada yox, məhz Mississippi'də doğulmuşdur ona görə. Və yaxud çünki fikirdə də deyir ki, Orphan mübarizədə uğura gedən yol bir çoxlarına ilham verirdi. Bu var idi. Və deyirdi ki, davam et. Orphanın talk show'su 20 ay idi burada. Amma orada ildən söhbət gedirdi. Baxın, mən ikinci dəfə
öz fikrimə şübhə ilə yazmışım da. Orada ay deyir də, burada il də. Yəni 25 il, 25 ay yox, 25 il davam etmişdi deyə o səhv idi. Və biz burada yəni doğru cavabımızı artıq nə götürmüşdük? Belə deyək. Bizim ikinci variantımızı bizdə isə bu nə idi? B variantının bir sayılı tapşırığı idi bu. Amma digərlərinin, məsələn üçün ki, bu tapşırıqların hansı variantlara uyğun olduğunu göstərir. Okay. Sonra növbəti tapşırığımızı da burada qeyd edib, cümlə tamamlama idi. Nələr etmişdi Orxan? Onlar haqqında edib. Məsələn, burada deyir 1 və 4 deyil, 2 və 3 düzdür. Yəni burada 2 və 3-ün, elə bizim də test variantımız 2, 3 doğru cavab idi. Nələr etmişdi Orxan? Burada deyir, bu test tapşırığı dillər mətnə aiddir. Bu mətn əsas cümlə düzgün tamamlar tələb olunmuşdur. Yəni bunu da artıq biz izah etdiyimizə görə çox baxmayacaq. Sadəcə burada açıq tapşırıqlara baxaq ki, baxın, açıq sualın birinin cavabı bu formada doğru yazılanlar tam bal alacaq. Bir sözü məsələn yazmayıb, 2 sözü yazanlar yarım bal ala bilər. Bir hərflərin səhv olma ehtimalında da bar verilmə ehtimalı təqiq bilmirəm gözlənir ya yox, amma ola bilsin ki, verilə bilər. Məsələn, digər cümlə tamamlamamızda da yenə nədən söhbət gedirdi? Cümlədə eşitdiyimiz sözləri tam yazmalıyıq. Məsələn üçün, burada nədən söhbət gedir? Əgər siz buradakı sözləri əlavə artıq sözlər yazılmışsınız orada deyiləndən, yəni bu hissədən sonraki, bax, bu hissəni yazmayıb, başqa sözlərdə yazmışsınız, o sizin sualınıza bal verilməsini belə deyəcək, tamamilə sıfıra bərabər edəcək. Və yaxud tamamilə başqa bir fikir yazmışsınızsa, yenə də bal almaq ehtimalınız sıfırdır. Amma bir cümlənin, məsələn üçün, bu hissəsini yazmışsınızsa və yaxud müəyyən bir hissəsində hansısa bir, məsələn üçün, tonu unutmuşsuzsa, orada müəyyən qısa bir, belə deyək, çox az bal almaq ehtimalınız gözlənə bilər. Amma bunlar da tam dəqiq deyil. Bu sadəcə şəxsi bəzi şagirdlərdə balların gəldiyini əvvəlki illərəcən ona ehtimal edib deyirəm. Burada isə sözümüz bright sözü idi və tam doğru variantımız odur. Növbəti, belə deyək, tapşırığımızda ən sondakılara baxaq ki, burada nədən söhbət gedirdi? Ən çox deyilənlərdən biri də bir dəqiqə açıq suallar idi ki, hansı ki, baxın, burada verilən 27 və 30-cu sualların cavabları idi. Burada nələrdən söhbət gedir? Baxın, to protect sözün, belə deyək, bu formada yazmışsınızsa tam bal alacaqsınız. Yox, protect sözü kimi yazmışsınızsa müəyyən, belə deyək, baldan çıxılma ehtimalı gözlənir. Və yaxud onu keçmiş zamanda və yaxud hansısa bir fərqli formada yazmışsınızsa, orada da balların kəsilmə ehtimalı olacaq. Çünki bizdə, belə deyək, mətnimizdə o tam olaraq protect kimi verilmişdir. Yəni, bu mətnimizin içərisində artıq siz onun necə verildiyini görürsünüz. Növbəti tapşırığımızda da Nova-Days-in idi. Today olduğu kimi yazılmalıdır. Yəni, onda tam bal almağı ehtimalı güclüdür. Başqa formada yazılanda heyf ki, ballarımız kəsilə bilər. Burada ən çox suallardan biri də bu sonuncu tapşırıqlarımızdan biri idi ki, burada baxın, turist sözünü, visitəri, turist, guest, travelers sözlərini kim yazıbsa, onlar tam bal alacaq, yəni bu hissəsinə görə. Can, could, chance sözün, bu cür chance yazıb, observe, see sözün, observe, watch, view kimi yazanlar bu hissələr tam dolğun bal alma ehtimalı 100%-dir. Çünki belə də visitərsin sinonimlərin turist, guest və travelers kimi götürüblər. Can, could kimi də götürə bilirlər. Chance, opportunity sözün chance kimi götürüblər. Observe, baxmaq sözün see-ni, yəni observe, watch, view kimi götürüblər. Yəni bu formada
yazanlar hamısı müsbət bal alacaqlar. Bu da sonuncu açıq tapşırıqdır ki, bunu sadəcə olaraq hər kəs öz istədiyi formada yaza bilər, amma doğru, yəni nümunə olaraq etalonca kimi bu formada verilib ki, belə yazanların da doğru 100% bal almaları götürülür. Burada yəni baxırıq ki, bağlayıcılara fikir verib, belə deyim, zaman zərflərinə, bir-birini izləmələrinə fikir verib, zaman uzlaşmaları olsun, artikelların doğru işlənməsidir. Yenə dediyim kimi, bağlayıcıların, mübtəda xəbər uzlaşmalarının hamısına bir-birini fikir verib və buna görə də tam yüksək bal almağı bu formada doğrudur. Hər kəsə uğurlar. İnşallah tələbə adı hər kəs qazanar. Sağ olun.